Qadınlar köhnə qayda ilə yaşamaq istəmirlər, kişilər də köhnə qayda ilə idarə edə bilmirlər. İnsan həyatını o dörd divar arasında keçirməli deyil. Ya da ki, bir-birinə cəhənnəm əzabı yaşatmalısan. O qadın xoşbəxt olmanı istəmir heç birisi. Onunla sevib ailə həyatı qurmuşuq. Valideynlərimin məsləhəti ilə evlənmişəm. Xasiyyətlərimiz düz gəlmirdi və biz ayrıldıq. Yəqin ki, söhbətin nədən getdiyini anlamaq o qədər də çətin deyil. Bu dəfə son illər boşanmalardan sonra qadınlara qarşı zorakılıq və artan cinayətlərdən danışacağıq. Sizcə boşanmalardan sonra cinayətlərin sayı niyə artır? Bu birincisi kişilərin öz psixoloji zəifliyindən irəli gəlir. İkincisi kişilərin özlərinə inamsızlığından irəli gəlir. Nədəni odur ki, sən bir-birini qəbul edə bilmirlər. Qəbul etmələri lazımdır, bir-birinə razılaşmaları lazımdır. Başqasına ailə quracaqlarından qorxduğuna görə, ona görə cinayətlərin sayı artır. Ailə arasında eyni fikrə gəlməmək cinayətlərə səbəb olur və köhnə mentalitet məsələlərinə görə də kişilərdə daha ağır olur bu, yəni ki, anlaşılmamazlıq. Pis həyat səviyyəsi, uğursuzluq, kasıbçılıq. Hərənin qəbullanmadığı bir şey var da xarakter olaraq. Məncə ondan dolayı gəlir ki, boşandıqdan sonra onların hərəkətləri bunlara qıcıq olur. Mütəxəssislərin sözlərinə görə problemin kökündə psixoloji asıllıq, qısqanclıq, sosial təzyiq və ailə daxili zorakılıq kimi hallar dayanır.